Əli ibn Əbi Talib radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir il sonra hicrət edir Mədinəyə. Və onu da həmçinin bütün malını əlindən alıb Məkkədən qovurlar. Heç nəsiz gəlir Mədinəyə. Heç nəsiz. Bir dənə üstündə nə olur? Zireh, qılınc, qalxan. Bu da götürüb döyüşmək üçün. Gəlir, Bədir döyüşündən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm onu təklif edir. Qızı Fatımə ilə evliliyi razılaşır. Sonra Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, qızıma nə mehir verəcəksən? Deyir, ya Rasulullah, bilirsən ki, heç nəyim yoxdur, nə verim? Heç nəyim yoxdur. Deyir, axı zirehim var sənin, apar onu sat, qızıma ver mehir. Zireh, o zireh ki, ona həmişə lazım olacaq. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləmin dediyini əməl edir, aparır onu satmağa. Elə qarşısına yolda kim çıxır? Osman İbn Affan radiyallahu anh. Deyir, hara gedirsən? Deyir, aparım bu zirehi satım, evlənəcəm Peyğəmbər sallallahu aleyhi və səlləmin qızı ilə. Ona mehir vermək istəyirəm. Deyir, mənə sat da bu zirehi. Başqasına niyə satırsan? Elə mən alım bunu. Deyir, satım da. Neçəyə satırsan? 400 dirhəmə alım. 400 dirhəm verir, Osman ona zirehi alır. O da sevinir. Deyir ki, satdım, aldım, deyir, hə. Deyir, indi bu zirehi sənə hədiyə eləyirəm. Təzdən qaytarır özünə. O, belə pul versəydi, o heç vaxt götürməzdi. O, qürur var onlarda. Ancaq gör, nə hilə işlədir ki, həm ona kömək eləsin, həm də zirehi özündə qalsın. Gəlir, mehir verir, indi toy olmalıdır. Heç nə yoxdur. İmkanı yoxdur onun toy eləməyə. Sahabələr yığışır, bir tərəfdən saat, o bir tərəfdən o biri sahabələr xurma, qoç və s. O toyu da həll eləyirlər. İndi bunun yaşamaq üçün yer olmalıdır. Harada yaşayacaq? Yoxdur evi. Əsas məqam budur. Səhv eləmirəmsə Numan ibn Bəşirdir, radiyallahu anh. Sahabənin adı yadımdan çıxıb. Səhv eləmirəmsə o səhabədir. Gəlir, deyir ki, qardaşım, mənim 2 dənə evim var. Biri Peyğəmbər s.ə.v-in evinin yanındadır. Biri biraz uzaqdadır. Mən özüm həmin o evdə yaşayıram. Peyğəmbər s.ə.v-in yanında olan evdə yaşayıram. Mən o evdən köçəcəm bu evə, bu evi verirəm sənə. Belə qardaşlıq indi yoxdur, qardaşlar. Bu söhbətimə bir dənə möhtəşəm hədislə son verəcəm. Peyğəmbər s.ə.v deyir ki, Allahın ən sevimli bəndələri o kəslərdir ki, insanlara fayda verir, insanlara xeyri deyir. 24 saat ancaq fikirləşir ki, kimə nə yaxşılıq eləyir. Ən yaxşısı onlardır. Sonra davam edir, deyir ki, sənin müsəlman qardaşını sevindirməyin, bir dənə gözəl sözlə sevindirməyin, onun ehtiyacını ödəməyin, qarnını doydurmağın, borcunu ödəməyə kömək eləməyin, bir sadalayır, bütün bunların hamısı Allahın sevdiyi əməllərdir. Onu eləyəndə Allah səni sevir. Hədisin əsas yeri gəlir. Deyir ki, mənim üçün qardaşımın ehtiyacını ödəmək məqsədi ilə müəyyən bir məsafəni qət etmək. Məsələn, buradan Əhmədlidən durub gedirəm, tutaq ki, neftçilərə ki, qardaşıma kömək eləyim orada, hansısa bir işdə. Bunu eləmək, bu məsciddə öz məscidini göstərir, Peyğəmbər s.ə.v məscidi. O məscid ki, orada bir namaz 1000 savaba bərabərdir. O məsciddə bir ay etikaf etməkdən daha sevimlidir, daha xeyirlidir. Bir qardaşa kömək eləmək 150.000 savabdan daha xeyirlidir. Gündə 5.000, bir ayda 150.000 savab ondan daha xeyirlidir. Qardaşlıq münasibətini gör necə Peyğəmbər s.ə.v istəyir ki, möhkəm olsun. Həsanül Basri rahiməhullah eşidir ki, bir yerdə bir nəfərin ehtiyacı var, kömək eləmək lazımdır. Köməkçisinə deyir ki, mən gedirəm kömək eləməyə, get məsciddə mənim dostum var, Fəbit el-Bunani, rahiməhullah. Ged ona deyən ki, gəlsin bir yerdə gedək kömək eləyək həmin adama. 2 alim gedirlər hansısa bir qardaşına, hansısa bir köməyi eləməyə. Fikir verir, təvəzzökarlığa baxın. O da oradan cavab göndərir ona ki, mən gələ bilmərəm, etikafdayım. Peyğəmbər s.ə.v məscidində etikafdayım. Bu hədisi ona göndərir, etikafdan çıxıb gəlir. Gedir kömək eləməyə.
Belə qardaşlıq əgər varsa, Allah Subhanahu taala bu ümmətə kömək eləyəcək. Yoxdur. Ona görə də Allah Taala bu ümməti o ümmət kimi ucaltmır, izzət vermir.